Oğlaq Bürcü 4 may 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün həyat səni biraz yavaşlatmaq istəyəcək, amma bu geriləmə deyil, əksinə daha möhkəm addımlar üçün hazırlıq mərhələsidir. Oğlaqlar üçün bugün hadisələrin axarını zorla dəyişməyə çalışmaq əvəzinə onları müşahidə etmək və uyğun anı gözləmək daha ağıllı seçim olacaq. Bəzi məsələlər öz-özünə aydınlaşa bilər. Gün ərzində diqqətini daha çox daxili dünyana yönəldə bilərsən. Hiss etdiklərin sənə vacib mesajlar verir, sadəcə onları görməməzlikdən gəlmə. İntuisiyan bugün xüsusilə güclüdür və düzgün qərarlar verməkdə sənə yol göstərə bilər. Özünlə səmimi olmağın bir çox suallara cavab tapmağı asanlaşdıracaq. İnsanlarla ünsiyyətdə isə bir qədər məsafə saxlamaq istəyi yarana bilər. Bu, tamamilə normaldır. Hər kəsə eyni enerjini ayırmaq məcburiyyətində deyilsən. Enerjini qorumaq və səni yoran söhbətlərdən uzaq durmaq günün keyfiyyətini artıracaq. Amma eyni zamanda dəyər verdiyin insanlarla qısa və səmimi ünsiyyət sənə yaxşı təsir edəcək. Günün ikinci yarısı daha yaradıcı düşüncələr və yeni baxış bucaqları ilə yadda qala bilər. Bəlkə də uzun zamandır düşündüyün bir məsələyə fərqli yanaşma tapacaqsan. Özünü məhdudlaşdırma, ağlına gələn ideyaları dəyərləndir. Bugünün mesajı, hər şeyə nəzarət etməyə çalışma, bəzən axını buraxmaq ən doğru istiqaməti göstərir. Dolça Bürcü 4 may 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün dəyişiklik və yenilənmə hissi daha qabarıq olacaq. Eyni rutin işlər səni tez yora bilir və fərqli nəsə etmək istəyi yarana bilər. Günə kiçik bir yenilik qatmaq belə əhvalını dəyişə bilər. Özünü məhdudlaşdırmaq əvəzinə biraz sərbəst davranmaq və daxili istəyinə qulaq asmaq daha yaxşı nəticə verəcək. Düşüncələrin sürətli və rəngarəng olacaq. Gözləmədiyin anlarda maraqlı fikirlər yarana bilər. Bu ideyalar bəlkə də indiyə qədər fərq etmədiyin bir yolu sənə göstərəcək. Hər şeyi eyni anda etməyə çalışmaq əvəzinə səni ən çox cəlb edən fikrə diqqət ayırmaq daha faydalı olacaq. Kiçik addımlar belə səni irəli aparacaq. Ünsiyyətdə isə bir qədər seçici davranmaq istəyə bilərsən. Hər söhbət sənə uyğun gəlməyə bilər və bu tam normaldır. Özünü yaxşı hiss etdiyin insanlarla vaxt keçirmək sənə daha çox rahatlıq verəcək. Digər tərəfdən səni yoran və ya sıxan mühitlərdən biraz uzaq durmaq günün keyfiyyətini artıracaq. Gün ərzində planlarda ani dəyişikliklər ola bilər. Bu, əvvəlcə səni çaşdıra bilər, amma sonradan bunun sənin xeyrinə olduğunu görə bilərsən. Çox sərt planlara bağlanmamaq və vəziyyətə uyğunlaşmaq bugün sənə üstünlük qazandıracaq. Bəzən planlaşdırılmayan hadisələr daha maraqlı nəticələr gətirir. Axşam saatlarında sakitlik və dincəlmək istəyi daha da artacaq. Gün boyu düşündüklərini biraz saf çürük etmək, sakit bir mühitdə qalmaq sənə yaxşı təsir edəcək. Özünə ayırdığın bu zaman daxili rahatlığını bərpa etməyə kömək edəcək. Bugünün mesajı, dəyişiklikdən çəkinmə, bəzən yeni yollar ən doğru istiqamətə aparır. Balıq Bürcü 4 may 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər daha dərin və təsirli şəkildə özünü göstərə bilər. Ətrafda baş verən hadisələrə qarşı daha həssas yanaşa bilərsən və bu həm üstünlük, həm də biraz yorucu hal yarada bilər. Günə tələsmədən başlamaq, öz tempini qorumaq və özünü artıq yükləməmək sənə daha rahat bir axar qazandıracaq. Daxili səsin bugün xüsusilə güclüdür. Bəzi vəziyyətlərdə məntiqdən çox hisslərin sənə doğru yolu göstərə bilər. İçində izah edə bilmədiyin bir hiss yaranarsa, onu görməməzlikdən gəlmə. Bəlkə də bu, diqqət yetirməli olduğun bir məqamdır. Özünlə səmimi olmaq və nə istədiyini anlamağa çalışmaq günün ən faydalı tərəflərindən biri olacaq. Münasibətlərdə isə istilik və yaxınlıq ehtiyacı arta bilər. Sevdiyin insanlarla daha çox ünsiyyət qurmaq, hisslərini bölüşmək sənə yüngüllük verəcək. Eyni zamanda qarşı tərəfin də duyğularını anlamağa çalışmaq münasibətləri daha da gücləndirəcək. Kiçik bir diqqət və ya səmimi söz belə böyük təsir yarada bilər. Gün ərzində biraz xəyallara dalmaq istəyi yarana bilər.
Bu, səni reallıqdan uzaqlaşdırmaq üçün deyil, əksinə iç dünyanı daha yaxşı anlamaq üçündür. Sadəcə tamamilə bu aləmdə qalmaq əvəzinə real həyatda atmalı olduğun addımları da unutma. Balans saxlamaq bugün sənin üçün açar rol oynayacaq. Bəzi köhnə xatirələr və ya düşüncələr yenidən ağlına gələ bilər. Bu, səni kədərləndirmək üçün deyil, daha çox buraxmalı olduqlarını göstərmək üçündür. Keçmişi qəbul edib onu arxada qoymaq sənə yüngüllük hissi verə bilər. Axşam saatlarında sakitlik və rahatlıq daha çox cəlb edəcək. Özünlə baş-başa qalmaq, sevdiyin musiqiyə qulaq asmaq və ya sadəcə dincəlmək günün yorğunluğunu azaltmağa kömək edəcək. Bu zaman sənə həm zehni, həm də emosional olaraq yaxşı təsir edəcək. Bugünün mesajı, hisslərini gizlətmən, amma onları idarə etməyi də unutma. Balans sənə rahatlıq gətirəcək. Qoç bürcü 4 may 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji yüksək olsa da, onu düzgün istiqamətə yönəltmək vacib olacaq. Səhər saatlarından etibarən içində nəsə etmə, hərəkətə keçmə istəyi arta bilər. Bu, yaxşı haldır, amma hər şeyi eyni anda etməyə çalışmaq səni yora bilir. Gününü planlı şəkildə bölmək və əsas işlərə fokuslanmaq daha uğurlu nəticə verəcək. Gün ərzində biraz səbirsizlik hissi də yarana bilər. Hadisələrin istədiyin kimi və ya istədiyin sürətlə getməməsi səni narahat edə bilər. Amma bu kimi anlarda özünü saxlayıb vəziyyəti daha sakit dəyərləndirmək sənə fayda verəcək. Tələsmədən atılan addımlar sonradan daha möhkəm nəticə verir. Münasibətlərdə isə açıq və birbaşa ünsiyyət ön plana çıxır. Fikirlərini gizlətmək istəməyəcəksən və bu da bəzən sərt səslənə bilər. Sözlərini biraz yumşaltmaq və qarşı tərəfin hisslərini nəzərə almaq münasibətləri qorumağa kömək edəcək. Səmimiyyət yaxşıdır, amma yanaşma da önəmlidir. Gün ərzində ani qərarlar vermək ehtimalın da yüksəkdir. Xüsusilə emosional anlarda verilən qərarlara diqqətli yanaşmaq daha yaxşı olar. Biraz düşünmək və tələsməmək səni sonradan peşmanlıqdan uzaq saxlayacaq. Axşam saatlarında enerjin bir qədər düşə bilər və bu zaman dincəlmək ehtiyacı hiss edəcəksən. Gün boyu etdiklərini gözdən keçirmək və biraz rahatlamaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı, enerjini düzgün yönəlt, səbirli olsan, istədiyinə daha asan çatacaqsan. Boğa bürcü 4 may 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq ehtiyacı daha çox hiss olunacaq. Günə tələsmədən başlamaq və hər şeyi öz axarında həll etmək sənə daha uyğun olacaq. Ətrafda baş verən dəyişikliklərə qarşı biraz ehtiyatla yanaşa bilərsən, amma hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə axına uyğunlaşmaq gününü yüngülləşdirəcək. Gün ərzində səbrin sənin ən güclü tərəfin olacaq. Bəzi məsələlər düşündüyündən daha yavaş irəliləyə bilər, amma bu mənfi hal deyil. Əksinə, sənə daha düzgün qərar vermək üçün vaxt qazandırır. Hər addımı düşünərək atmaq sonradan daha rahat nəticələr gətirəcək. Münasibətlərdə isə istilik və güvən ön plana çıxır. Yaxın insanlarınla daha çox vaxt keçirmək, səmimi söhbətlər etmək sənə xoş təsir edəcək. Eyni zamanda qarşı tərəfin də sənin diqqətinə ehtiyacı ola bilər. Kiçik jestlər və qayğı münasibətləri daha da möhkəmləndirə bilər. Günün ikinci yarısında biraz yorğunluq hiss edə bilərsən. Bu zaman özünü məcbur etməmək və bir qədər fasilə vermək daha doğru olar. Rahatladıcı bir fəaliyyət, məsələn, sevdiyin musiqiyə qulaq asmaq və ya sakit bir mühitdə vaxt keçirmək sənə yaxşı təsir edəcək. Bəzi köhnə fikirlər və ya planlar yenidən gündəmə gələ bilər. Bu dəfə onlara daha real baxmaq və həqiqətən sənə uyğun olub-olmadığını düşünmək faydalı olacaq. Lazımsız yükü buraxmaq sənə daxili rahatlıq gətirə bilər. Bugünün mesajı, öz tempini qoruyaraq irəlilə, tələsmədən atılan addımlar daha möhkəm olur. Əkizlər bürcü 4 may 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün hərəkətli və dəyişkən bir axar hiss oluna bilər. Fikirlər sürətlə dəyişə bilər və bir neçə işi eyni anda görmək istəyi arta bilər.
Bu enerjidən düzgün istifadə etsən, gün kifayət qədər məhsuldar və maraqlı keçə bilər. Amma diqqəti çox parçalamaq səni yora bilər, buna görə əsas istiqaməti itirməmək vacibdir. Ünsiyyət bugün çox aktiv olacaq. İnsanlarla söhbətlər, mesajlaşmalar və gözlənilməz görüşlər gündəmi canlandıra bilər. Bəzi sözlər səni düşündürə bilər, amma hər şeyi dərhal nəticəyə bağlamağa ehtiyac yoxdur. Səbirli yanaşmaq və deyilənləri tam anlamağa çalışmaq daha yaxşı nəticə verəcək. Gün ərzində yeni ideyalar və maraqlı fikirlər ortaya çıxa bilər. Bu fikirlərdən bəziləri gələcəkdə faydalı ola bilər, ona görə ağlına gələnləri qeyd etmək yaxşı fikir olacaq. Eyni zamanda çox plan qurub hamısını eyni anda həyata keçirməyə çalışma, addım-addım irəliləmək daha rahatdır. Münasibətlərdə isə biraz dəyişkən əhval hiss oluna bilər. Bir an çox yaxınlıq istəyə bilərsən, başqa an isə tək qalmaq ehtiyacı yarana bilər. Bu dalğalanmalar normaldır, əsas olan özünü və hisslərini qəbul etməkdir. Qarşı tərəfə bunu sakit şəkildə izah etmək anlaşılmazlıqları azaldacaq. Günün ikinci yarısında biraz yorğunluq və diqqət dağınıqlığı yarana bilər. Qısa fasilələr vermək və özünü məcbur etməmək daha yaxşı olacaq. Sakit bir mühitdə vaxt keçirmək fikirlərini toparlamağa kömək edəcək. Bugünün mesajı: fikirlərin çox ola bilər, amma istiqamətini qorusan, hər şey yerinə oturacaq. Xərçəng bürcü 4 may 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün daxili aləm daha həssas və dərin işləyə bilər. Səhər saatlarında əhvalın biraz dəyişkən ola bilər, amma bu vəziyyət günün axarını tam pozmur. Sadəcə özünü çox sıxmamaq və hər şeyi ürəyinə yaxın buraxmamaq sənə rahatlıq verəcək. Günə sakit bir başlanğıc etmək ümumi gedişatı da daha yumşaq edəcək. İnsanlarla ünsiyyətdə daha seçici davranmaq istəyə bilərsən. Hər kəslə eyni enerjidə olmaq çətin görünə bilər və bu normaldır. Səni anlayan, yanında özünü rahat hiss etdiyin insanlarla vaxt keçirmək günün daha xoş keçməsinə səbəb olacaq. Kiçik anlaşılmazlıqlara isə böyük mənə yükləməmək yaxşıdır. Keçmişlə bağlı xatirələr və düşüncələr birdən-birə ortaya çıxa bilər. Bu, səni biraz düşündürə bilər, amma eyni zamanda bəzi mövzulara daha aydın baxmağı da asanlaşdıracaq. Özünə qarşı dürüst olmaq və içində yığılanları sakit şəkildə qəbul etmək bugün sənə yüngüllük gətirə bilər. Gün ərzində ev, ailə və yaxın çevrə ilə bağlı mövzular ön plana çıxa bilər. Kiməsə dəstək olmaq və ya qayğı göstərmək istəyə bilərsən. Amma öz enerjini də qorumaq vacibdir, hər şeyi öz üzərinə götürməməyə çalış. Axşam saatları daha sakit və rahat keçə bilər. Tək qalmaq, sevdiyin bir şeylə məşğul olmaq və ya sadəcə dincəlmək sənə yaxşı təsir edəcək. Günün yorğunluğunu aradan qaldırmaq üçün özünə kiçik bir fasilə vermək faydalıdır. Bugünün mesajı: hər hissi dərindən yaşamaq lazım deyil, bəzən sakit qalmaq da cavabdır. Şir bürcü 4 may 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün daxildə özümü göstərməliyəm hissi daha aydın ola bilər. Sanki etdiyin hər işdə bir iz buraxmaq istəyirsən və bu səni hərəkətə gətirir. Amma günün axarı göstərir ki, hər şeyin dərhal diqqət çəkməsi şərt deyil, bəzən sakit və ölçülü addımlar daha qalıcı təsir yaradır. Sözlərin bugün adət etdiyindən biraz daha kəskin çıxa bilər. Xüsusilə yaxın çevrə ilə söhbətlərdə yanlış anlaşılma riski var, ona görə fikrini deməzdən əvvəl bir anlıq dayanmaq, tonu yumşaltmaq çox şey dəyişə bilər. Sən özünü ifadə edərkən qarşı tərəfi də nəzərə aldıqda münasibətlər daha rahat axacaq. Günün ortalarında içində yaradıcı bir enerji oyana bilər. Nəsə fərqli etmək, gündəlik axarı dəyişmək istəyə bilərsən. Bu hissi boğmaq əvəzinə kiçik bir dəyişikliklə yönləndirmək yaxşıdır. Böyük addımlardan çox xırda yeniliklər sənə daha uyğun nəticə verəcək. Planlarda gözlənilməz dəyişikliklər də mümkündür. Bu dəyişikliklər əvvəlcə səni biraz sıxa bilər, amma sonradan yaxşı ki belə oldu etmə ehtimalı var. Hər şeyə sərt yapışmamaq bugün sənin xeyrinə işləyir. Axşam saatlarında diqqət daha çox özünə yönələcək. Biraz sakitlik, tək qalmaq və günü öz içində dəyərləndirmək sənə yaxşı təsir edəcək. Enerjini bərpa etmək üçün özünü məcbur etməmək kifayətdir.
Bugünün mesajı: özünü sübut etməyə tələsmə, sənin dəyərin sakitlikdə də görünür. Qız bürcü 4 may 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün daxildə nəyisə qaydaya salım hissi güclü ola bilər. Ətrafda xırda uyğunsuzluqlar belə diqqətini çəkə bilər və onları düzəltmək istəyə bilərsən. Amma gün göstərir ki, hər şeyi eyni anda yoluna qoymaq əvəzinə yavaş və seçici addımlar daha rahat nəticə verəcək. Fikirlər biraz çox işləyə bilər. Eyni mövzunu dəfələrlə düşünmək, müxtəlif variantları ölçüb biçmək səni yorğun sala bilər. Bəzi məsələlərdə daha çox düşünməkə yox, bir qərar verib davam etmək bugün daha yüngül yol olacaq. İnsanlarla münasibətlərdə isə xırda detallara həssaslıq arta bilər. Kiminsə dediyi bir söz və ya davranış sənə fərqli görünə bilər. Amma hər şeyi dərindən analiz etmək əvəzinə biraz sadələşdirmək münasibətlərdə gərginliyi azaldacaq. Gün ərzində planlarda kiçik dəyişikliklər və gecikmələr ola bilər. Bu, səni narahat etsə də əslində axarı pozan bir şey deyil. Sadəcə günün ritmi səndən biraz daha elastik olmağı istəyir. Hər şeyi sərt şəkildə idarə etməyə çalışmağa ehtiyac yoxdur. Axşam saatları daha sakit bir hava gətirir. Günün içində yığılan fikirlər biraz qarışıq ola bilər, amma özünü sakit bir mühitə çəkdikcə hər şey yavaş-yavaş yerinə oturacaq. Özünü məcbur etmədən dincəlmək bugün ən yaxşı seçimdir. Bugünün mesajı: hər şeyi nəzarətdə saxlamağa çalışma, bəzən axına qoşulmaq daha düzgün istiqamətdir. Tərəzi bürcü 4 may 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün içində hər şey qaydasında olsun hissi daha güclü işləyə bilər. Ətrafdakı xırda uyğunsuzluqlar belə diqqətini çəkə bilər və onları düzəltmək istəyə bilərsən. Amma gün göstərir ki, hər şeyi eyni anda nizama salmağa çalışmaqdansa, biraz axara buraxmaq daha rahat nəticə verəcək. Fikirlərin biraz iki yerə bölünə bilər. Bir tərəfin tez qərar vermək istəyəcək, digər tərəfin isə hər detalı ölçüb biçəcək. Bu vəziyyət səni yora bilər. Ona görə də bəzi mövzularda kifayətdir deyib davam etmək bugün daha rahat seçim olacaq. Ünsiyyət mövzusunda isə daha həssas ola bilərsən. İnsanların sözlərini və davranışlarını daha çox hiss edə bilərsən. Amma hər şeyi dərindən analiz etməyə ehtiyac yoxdur. Bəzən sadəcə söhbətin özünü qəbul etmək münasibətləri daha yüngül saxlayır. Gün ərzində kiçik dəyişikliklər və gözlənilməz vəziyyətlər ola bilər. Planların tam istədiyin kimi getməməsi səni biraz narahat edə bilər, amma bu, günün ritmini pozan bir şey deyil. Sadəcə biraz daha rahat yanaşmaq kifayətdir. Axşam saatlarında sakitlik və özünlə qalmaq ehtiyacı artacaq. Gün ərzində yığılan fikirləri bir kənara qoymaq və biraz dincəlmək sənə yaxşı təsir edəcək. Özünü sıxmadan günü bağlamaq bugün ən doğru seçimdir. Bugünün mesajı: hər şeyi düzəltməyə çalışma, bəzən həyat özü ən doğru şəkildə yerinə düşür. Əqrəb bürcü 4 may 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün günün tonu daha sakit, amma dərin olacaq. Sanki kənarda çox şey baş verir, amma sən hər şeyə dərhal reaksiya vermək əvəzinə içində izləməyi seçirsən. Bu müşahidə halı sənə həm aydınlıq, həm də biraz uzaq durmaq ehtiyacı verə bilər. İnsanlarla münasibətlərdə daha seçici və ehtiyatlı davranmaq istəyə bilərsən. Kimə nə qədər yaxın olacağını bugün daha çox sən müəyyən edirsən. Amma hər şeyi içində saxlamaq da yorucu ola bilər, ona görə güvəndiyin bir-iki insanla səmimi söhbət etmək rahatlıq verə bilər. Gün ərzində bəzi situasiyalar səni düşündürə bilər, amma hər şeyə dərhal mənə yükləmək lazım deyil. Bəzən hadisələr sadəcə baş verir və zaman keçdikcə öz yerini tapır. Səbirli qalmaq bugün sənin üçün ən yaxşı reaksiyadır. Daxildə köhnə bir hiss, yarımçıq qalmış bir düşüncə yenidən üzə çıxa bilər. Bu səni geri çəkmək üçün deyil, daha çox artıq nəyi daşımaq istəmədiyini göstərmək üçündür. Biraz buraxmaq içində boşluq yox, yüngüllük yarada bilər. Axşam tərəfi daha sakit və yumşaq bir ritm gətirir.
Səsküydən uzaq qalmaq, öz fikirlərini toplamaq və günün içində olanları sakitcə buraxmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı, bəzən ən böyük dəyişiklik, heç nəyi zorlamadan öz axarına imkan verməkdir. Oxatan bürcü 4 may 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün daxildə birə yerində dayanmamaq hissi daha güclü ola bilər. Eyni şeylər, eyni söhbətlər və təkrarlanan ritm biraz sıxıcı gələ bilər. Sanki içində nəsə səni başqa tərəfə çağırır, amma bunun konkret istiqaməti hələ tam aydın deyil. Fikirlər sürətlə dəyişə bilər və bir neçə plan eyni anda ağlında dolaşa bilər. Bu enerjini dağıtmaq əvəzinə bir mövzu seçib onun üzərində dayanmaq günün daha məhsuldar keçməsinə kömək edəcək. Hər ideyanı dərhal həyata keçirməyə çalışmaq bəziləri sadəcə yol göstərmək üçündür. İnsanlarla ünsiyyətdə daha açıq və biraz da impulsiv ola bilərsən. Söhbətlər canlanır, yeni ideyalar yaranır, amma bəzən sözlər düşündüyündən daha tez çıxa bilər. Biraz yavaşlamaq və qarşı tərəfi də dinləmək anlaşılmazlıqları azaldacaq. Gün ərzində planların dəyişməsi və ya gözlənilməz bir istiqamətə yönəlməsi mümkündür. Bu vəziyyət əvvəlcə narahatlıq yarada bilər, amma sonradan yaxşı ki belə oldu dedirtmə ehtimalı var. Sərt planlardan çox axışa uyğunlaşmaq bugün sənə daha uyğundur. Axşam saatlarında daha yüngül və sərbəst bir enerji hiss oluna bilər. Günün içində yığılan düşüncələri bir kənara qoymaq, özünə kiçik bir rahatlıq vermək sənə yaxşı təsir edəcək. Bugünün mesajı, sürət vacib deyil, doğru istiqamətə yönəlmək hər şeydən önəmlidir.